Salam uşaqlar, bugünkü mövzumuz çoxluqların fərqi. Səhifə 14-15. Başlayaq dərsimizə. Uşaqlar, çoxluqların fərqi nədir? Çoxluqların fərqi deyəndə, baxın, A çıxılsın B. Bu formada təyin olunur. Uşaqlar, A çıx B nədir? A çıx B. A-da olub B-də olmayanlar. Yəni, sadəcə A-da olanlar mənasını verir. Məsələn, deyirəm ki, Euler-Venn diaqramımız bu formadadır. Bu oldu A çoxluğu, bu oldu B çoxluğu. Deyirəm ki, A'dan çıx B-ni, yəni B-də olan hissəni çıx, B-ni çıx getsin, getsin. Yerdə nə qalacaq? Yerdə A'dan çıxanda B-də olan hissəni, yəni bunu çıxanda sadəcə A-da olanlar qalacaqmı? Onda uşaqlar, A çıx B-nin mənası nədir? Sadəcə A-da olanlar. Bəs uşaqlar, bəzən B çıxa verilir. Bax, qayda dəftərinizə yazın. Sadəcə A-da. A-da olanlar. A-da olanlar. Keçdik. B çıxa nədir? Sadəcə B-də olanlar. Səbəb niyə? Bax, B-dən çıx A-dakıları. A-nı çıx. A getsin. A gedəndə yerdə nə qalır uşaqlar? A getsin. Bax, getdi. Yerdə nə qalır? Bura. Deməli, sadəcə B-də olanlar qalırmı? Sadəcə B-də olanlar. Sadəcə B-də olanlar. Olanlar. Qayda dəftərinizdə də olanlar. Yazacaq. Çoxluqların fərqi budur. Gəlin, indi bir-iki dənə qaydanı deyim. Sonra keçək misallarımızın həllinə. Görək hansı misallarımız var. İndi, uşaqlar, A çıxa bizə nəyi verəcək? A-dan çıxırsan A-nın hamısını nə verəcək? Yerdə nə isə qalacaq? Boş çoxluq. Yerdə heç nə qalmır. Bəs uşaqlar, A çıx boş çoxluq bizə nəyi verəcək? A-dan çıxanda boş çoxluğu bizə nə verəcək? Elə uşaqlar, A-nın özü. Çünki heç nə çıxmırsa, boş çoxluq nədir? İçində heç bir element yoxdur, düzdürmü? Heç nə çıxmıramsa, elə A-nın özünü verəcək deyə bilərəm. Problem yoxdur burada. Bu formada təyin olunur. Gəlin, indi suallar üzərindən baxaq. Görək suallarımız hansı formada verilib. Misallar. 13-cü sualdan baxıram. Deyir ki, verilənlərə əsasən A çıxılsın B və B çıxılsın A-nı tap. Bəzi nümunələrlə bir daha izahını verim. Mövzun. Bax, A çoxluğunun elementləri nəyi verib? 1, 4, 7, 8. B çoxluğunun elementləri nəyi verib? 2, 3, 7, 8. Deyir ki, A çıx B-ni tap və B çıxılsın A-nı tap. Aha, bu bərabərdir. Uşaqlar, diqqətlə baxın. Uşaqlar, bir sözlə, burada sıracı ortaq olanlar çıx. Səbəb niyə? Bax, A-dan çıxanda B-ni. B-nin də A-da da olan hansıdır? 7-dən 8, düzdürmü? Başqa bir ortaq varmı? Ortaq gördüyünüz. Xeyr. Bax, A-dan çıxanda B-də də olanları, B-də olanı çıxsanda, yerdə A-da nə qalır? A üçün birinci A yazılıbsa, A-da qalanları baxırsınız. A-da nə qalır? 1, 4. Şu. Bəs B-dən A-nı çıxanda, B-də nə qalır? 2, 3. Qurtardı. Sualları bu formadadır. Növbəti B variantını istifadə edirəm. 6 ilə 9 gedir. Ortaq olanlar A çıx B. Sadəcə A-da nə qalır? 3. B-də nə qalır? B çıxa. 5. C variantını özünüz. Keçirik 14-cü suala. Deyir ki, Euler-Venn diaqramına görə fikirlərin doğru və yaxud da yanlış olduğunu müəyyənləşdirin. Gəlin baxaq. Euler-Venn çəkim, sonra izahını verim sualı.
Görək hansı formada təyin olunur. Aha. F-i də yazdıq. Deyir ki, A elementi A çıxılsın B çoxluğuna daxildir. Şuna A çıxılsın B-ni də tapıram. B çıxılsın A-nı da tapıram. Sonra işləyəcəm. A çıx B. A-dan B-ni çıxanda B geçsin. Yerdə nə qalır? Sadəcə A-da olan AB. B çıxa. A-nı çıxanda yerdə nə qalır? Y ilə F. Qurtardım. A variantında deyir. A elementi A çıx B-yə daxildir. Bəli. B variantında deyir. C elementi B çıxılsın A-ya daxildir. C varmı? C-miz varmı? Xeyr, səhv, yanlış. C ilə D variantına özünüz baxın. Keçdik 15-ci suala. A variantı nəyi göstərir uşaqlar şəkil? Sadəcə A-da olanlar. Yəni A çıxılsın B. B variantı nəyi göstərir? İkisində də olanlar ortaq. Yəni kəsişmə. A kəsişsin B. Üzü aşağı. Kəsişmə olmuşdur. C variantı sadəcə B-də olan. Yəni B çıxılsın A-nı göstərir. Keçirəm 16-cı suala. Euler-Venn diaqramına görə əməllərə uyğun çoxluğu yazın. Şuna A variantına aid bir yaxda nümunə yazmışdım. Hal-hazırda B-yə bir də C-yə baxmaq istəyirəm. Görək B ilə C-ni necə işləyirik. B variantını gəlin ya da elə silim sonra başlayayım. Deyir ki, A çıxılsın B-ni tap. Və deyir ki, A, B ilə A-nın kəsişməsini tap. Uşaqlar, bir digərinin A çoxluğudurmu? A çoxluğu olanda kəsişməsi nə olurdu? Birinci kəsişməsindən başlayıram. Kəsişməsi ikisində də olan B, N, U, R. N, U, R. Deyir ki, A-dan çıx B-ni. B çıxsın geçsin. A-da nə qalır? Y ilə L. Aha, çıx, qurtarmışlar. Keçirik növbəti suala. C variantına. Uşaqlar, C variantımız kəsişməsi varmı? Xeyr, heç bir ortaq yoxdur. Onda uşaqlar, A-dan çıxanda B-ni, B-ni tutanda. Bir də suala baxın. Gözümü görsənir. Aha. A-dan çıxanda B-ni, B-ni tutanda sadəcə elə A qalacaqmı? A çıx B bizə nəyi verəcək? Sadəcə A-nı. Yəni N, R, U. B çıxılsın A bizə nəyi verəcək? Bax, A-nı çıx, A getdi. Yerdə nə qalır? Sadəcə B. A, Y. Çıx, qurtardım. Bu formada təyin olunur. Keçirik 17-ci suala. Euler-Venn diaqramına görə bunları tapın. Uşaqlar, özünüz tapırsınız bu sualı. Çünki sadə bir sualdır. Buna aid nümunələr işləmişik. Bir dənə 18-ci suala mən baxıram. 18-ci sualda bizə nə deyir? Uşaqlar, mövzunu bəyənsiniz. Bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayaq ki, videolarımızın davamı gələ bilsin. Verilib bizə
20-dən kiçik tək ədədlər çoxluğunu ailə. Tək ədədlərimiz hansılardır? 1, 3, 5, 7, 9, 11. Tək ədədlər nəyə deyilirdi uşaqlar? Demişdik ki, 2-yə bölünməyən. 2-yə tam bölünməyən. 11, 13, 15, 17, 19. Aha, növbəti tək ədədimiz 21-dir, amma 20-dən kiçik deyildi. Burada dayandıq. 20-dən kiçik sadə ədədlər çoxluğunu B ilə işarə edin. Sadə nə idi uşaqlar? Sadə yalnız 1-ə və özünə bölünən. İndi sırayla sayaq. 1 sadədirmi? Xeyr, 1 nə sadədir, nə mürəkkəbdir. Sadə 2 sadədir, sadəcə 1-ə və özünə bölünür. 3 sadədir, 1-ə və 3-ə bölünür. 4 mürəkkəbdir, 2-yə bölünür deyə. 5 sadədir, 1-ə və 5-ə bölünür. 7 sadədir, 1-ə və 7-yə bölünür. 6 sadə deyil, 6-nı itirdim içində. Səbəb niyə? 2-nə 3-ə bölünür. 8 mürəkkəb, 9 mürəkkəb, 10 mürəkkəb, 11 sadə, 13, 17, 19. Normalda uşaqlar sadə ədədlər mövzusunu keçəndə sinə demişdim ki, heç olmasa 50-yə 60-a kimi sadə ədədləri əzbər bilək. Əgər əzbər bilirsinizsə, siz bunu sırası yazmalısınız. 19, 23, 20, sonra 29. Bunları sırayla bilməliyik heç olmasa bir qədərini. Keçdik növbəti ardına. B ilə işarə olunub. A və B çoxluğun elementlərini yazın. A variantını yazmışam. B variantında Euler-Wiley diaqramına görə A çıxılsın, B, B çıxılsın, A keçsin, B, A birləşsin. B çoxluğunu sadalamaqla yazın. Hər çoxluğun neçə elementi olduğunu müəyyənləşdirin. Aha. Gəlin bunda Euler-Wiley çəkim. Ortaq olanları ortaya. Ortaq hansı var? 3, 5, 7, 11, 13. Ortaq çox oldu uşaqlar. 17 çəki. Orta hissəni daha böyük verərdik. Gəlin bunu bir damcı böyüdüm. Xeyli ədəd yerləşsin. Demək, ortaya yazdıq. 3, 5, 7, 11, 13, 17. Bunlar getdi. A hissəsində olanlar 1, 9, 15, 19. 1, 9, 15, 19. B hissəsində olanlar 2, 19. A, 19 uşaqlar, 19. 19 da ortalığa aiddir. 2. 3. Qurtardım. İndi sizə deyir ki, A çıxılsın B-ni tap. Sadəcə adı olansı da 1, 9, 15. Neçə element var? 3. B çıxılsın A-nı tap. 2. Bir dənə element var. Sonra deyir ki, A kəşsin B-ni tap. Kəşməsi haradır uşaqlar? Bura. 3, 5, 7, 11, 13, 17, 19. Neçə dənə element var? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə element var. Bir də birləşməsini istəyir. Birləşməsində hamısını yazırsınız. Neçə element var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11 dənə element var. Aydındır uşaqlar. Bu formada təyin olunur. Sağ olun. Növbəti dərsimizdə görüşərik. Sağ olun uşaqlar.